Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə mürəbbə şirəsindən çox ləzzətli, sizi uşaqlığınıza aparacaq. Yediyiniz zaman deyəcəksiniz, ay da, bu ləzzət, bu dad mənə uşaqlığımı xatırladır. Həmin o tortun hazırlanmasını paylaşacağım. İnşallah ki, sizlər də bəyənərsiniz və bəyəndiyiniz halda da videoma like etməyi unutmarsınız. Keçək hazırlama qaydasına. Öncəliklə dibi qalın bir tava götürürəm və yaxud da bir qazan götürürəm və içərisinə 5 dolu xörək qaşığı ağ gilasın mürəbbəsini, yəni şirəsini əlavə eləyirəm. Daha çox balıq xatırlatdığı üçün ağ gilasdan hər zaman istifadə eləyirəm. Əncir mürəbbəsində şirəsindən olar, amma ən idealı ilə ağ gilasın şirəsidir. Və üzərinə bir çay qaşığı soda əlavə edirəm və rəng qızıl təhər bir rəngə çalana qədər qarışdırıram. Yəni qarışımın rəngi qızıl rəng olmalıdır. Yəni rəngi nə rəngdə olsa qarışımın, xəmir də o rəngdə çıxacaqdır. Qarışım hazır oldu. Başqa bir qaba əlavə edirəm ki, soyusun. Çünki xəmirə əlavə edəcəyik. İsti-isti isə yumurtanın içərisinə əlavə etmək olmaz. Qoyuram kənara soyumağa. Kənarda isə 5 ədəd yumurtanı, ağlı, sarılı qarışımı qəşəng mikserlə ağarana qədər çalıram. Yumurta biraz rəngini dəyişdikdən sonra 1 stəkan başından 2 barmaq aşağı şəkər tozunu da əlavə edirəm. Yəni 150 qram. Ölçüləri dəqiq deyirəm ki, əlində tərəzi olmayan xanımlar da istifadə edə bilsin reseptdən. Və şəkər tozu ilə yumurtanı da çaldıqdan sonra bişirdiyim şirəli qarışımı, sodalı qarışımı da əlavə edirəm yumurtalı şəkər tozlu qarışımın içinə və mikserlə tam bir 5 dəqiqə çalıram. Və ən sonda un əlavə edirəm. 230 qram un əlavə edirəm. Bu da eləyir 1 xrustal stəkanı ilə bir, yəni o 200 ml stəkanla bir dolu un, bir də onun 1 stəkanın başından 2 barmaq aşağı un. 230 qram unu da ələkdən keçirdirəm və 1 paket qabartma tozu əlavə edirəm. İstəyə görə vanil vura bilərsiniz. Mən vurmuram, çünki o bal iyini almaq istəyirəm xəmirdən və xəmiri taxta qaşıqla qatışdırıb diametri 26 sm olan qabın içərisinə əlavə edirəm və əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada alt-üst rejimdə 40 dəqiqə ərzində bişirirəm. Mənim sobamda 40 dəqiqə bişdi və taxta çöplə yoxlayıram. Çöpün üzəri əgər heç bir yaş qalmırsa, yəni xəmir qalmırsa, demək ki, içi də çox gözəl bişibdir. O qədər gözəl ətri var, o qədər gözəl ətri var. İnanın ki, ətri belə sizi uşaqlığınıza aparacaq. Yəni çox gözəl ətri var. Eynən ballı tortun ətrini verir. Məhz ağ gilasın, deyim, şirəsi ilə bu cür gözəl ətirlə alınır. Mən bir də əncir, bayaq qeyd etdiyim kimi, əncir mürəbbəsi ilə eləmişəm. Başqa mürəbbə ilə eləməmişəm. Yalan deməyim sizə. Yumuşaqlığı dəhşətdir. Yəni yumuşaqdır. Soyusun, soyuyana qədər mən kremi hazırlayım. Ondan sonra tortumu yığacağım. Yağlı kremi ən birinci diqqət edəcəyiniz yağın yağlılığı 82,5%-dan yüksək olmalıdır. Əks halda krem çürüyə bilər, yaxşı alınmaya bilər, duru alına bilər. Ona görə də mütləq yağı düzgün seçməlisiniz ki, sonra deməyəsiniz ki, niyə məndə krem sizdəki kimi alınmadı. Mən Anko kərə yağından istifadə edirəm. Superdir də, yəni kremlər üçün ideal bir yağdır. Tam 250 qramını götürürəm. Əvvəlcədən bir 3-4 saat çıxardıb mətbəx stolunun üzərində saxlayıram ki, tam yumuşalsın. Ümumiyyətlə kremə yumuşalmış yağ vurulmalıdır ki, otaq temperaturunda krem özünü yaxşı tutsun, çürüməsin. Və 250 qram kərə yağını tam rəngi ağarana qədər mikserin ən yüksək dərəcəsi ilə çalıram ilk öncə. Daha sonra yağ ağardıqdan sonra 370 qram qatlaşdırılmış südü yavaş-yavaş ağarmış yağın üzərinə əlavə edirəm. Əgər birdən əlavə etsəniz, yağ çürüyə bilər. Ona görə qaşıq-qaşıq da belə deyim, əlavə edirəm və hər ikisini bir yerdə
krem halına gələnə qədər çalıram mikserdən. Krem halına gəldiyini haçan biləcəksiniz? O ki gördünüz ki, baxın, bu şəkildə qaşığa götürdüyünüz zaman geri əgər axmırsa qaşıqdan, demək ki, kreminiz ideal şəkildə hazır olubdur. Biskviti çox rahat 3 hissəyə bölə bilərsiniz. Sizdə o bölmə cihazından varsa 4 hissəyə də bölmək olar. Bizə sadəcə kənarları lazım olacaq. Çox nazik kənarlarını kəssəz yetərli olacaq. Çünki burada daha çox qozdan istifadə olunacaq. Tortu hissələrə ayırdım və başlayıram yığmağa. Tortu nəmləndirməyə ehtiyac yoxdur. Qaldıqca çox nəmli, yumuşaq, pambıq kimi yumuşaq bir tort alınır. Sadəcə kremdən əlavə edirəm hər qatına, hər tərəfinə çəkirəm və qozu da üyüdürəm. Ya xırdalaya da bilərsiniz, üyüdə də bilərsiniz. Mən üyüdülmüş qozdan bol-bol kremin üzərindən əlavə edirəm. Baxın, bol-bol əlavə edirəm və eyni qayda ilə kremi, tortu daha doğrusu kremlə bağlayıram. Üzərinə də bol qoz əlavə edirəm. Kənarlarından çıxan korju da xırdalayıb elə kənarlarına da yenidən gördüyünüz şəkildə əlavə eləyirəm. Amma qozu bol eləyirəm də. Yəni bu tortun özəlliyi qozunun bol olmasındadır. Üzərini gönçələrlə bəzədim. İstədiyiniz kimi bəzəyə bilərsiniz. İndi kəsib içində göstərəcəm. Yumuşaq. İnanın ki, mən əslində inanın ki, qızlar, rayon tortlarını o qədər çox sevirəm. Rayonda o pişən tortların dadını, vallahi deyirəm, Bakıda pişən tortları vermir. Yəni o qədər ləzzətli olur ki, ətirləri, dadları, yəni dəhşət olur da. Eynən bax, rayonda o toylarda, nişanlarda o tortları pişirəm. Həmin tortların dadında, ləzzətindədir. Mütləq tövsiyə edirəm ki, hazırlayasınız və inanın ki, yediyiniz birinci dilimdə belə deyəcəksiniz ki, ayda, mən elə bu tortu axtarırdım. Hazırlayanlara indidən nuş olsun deyirəm. Göz haqqınızı halal edin. Allah hər kəsin süfrəsini bol ruzu bərəkətli etsin. Heç kim göz, heç kim qazanda qalmasın inşallah. Kanalımı bəyənirsinizsə abunə olmağı unutmayın. Like etməyi unutmayın. Şərh yazmağı unutmayın. Sağ olun, salamatla qalın.